Gəray Aşırov, sınaq nömrə 1, sual 12. Davam edək. Bir də zəhmət olmasa videoları bəyənməyi və kanalıma abunə olmağı unutmayın. İnşallah ki, kanal abituriyentlər və müəllimlər üçün faydalı olar. Deməli, reaksiyanı əmsallaşdırın və xlorun əmsalını tapın. Biz burada oksidləşmə dərəcələri dəyişən elementləri işarələyək. Burada natrium müsbət 1, xlor mənfi 1, hidrogen müsbət 1, kükürt müsbət 6, oksigen mənfi 2, oksigen mənfi 2, manqan müsbət 4, xlor bəsit halda 0, mənfi 1, müsbət 2. Burada da təbii ki, dəyişməz yazmağa ehtiyac yoxdur. Mən baxıram ki, burada oksidləşmə dərəcəsi dəyişən bir xlordur, mənfi 1-dən gəlir 0-a. Bir də manqandır, müsbət 4-dən gedir müsbət 2-yə. Onda yazsam ki, xlor mənfi 1-dən keçdi xlor 0-a. Manqan isə müsbət 4-dən keçdi manqan müsbət 2-yə. İndi burada nəyə fikir vermək lazımdır? Bir saniyə, buranı silim. Burada nəyə fikir vermək lazımdır? Deməli, biz baxırıq ki, xlor burada da mənfi 1-dir. Burada isə 0-dır. Belə bir qayda var ki, əgər oksidləşmə dərəcəsi dəyişən element solda bir yerdə olsa, sağda da bir yerdə olsa, bu zaman solun əmsal indeksi nəzərə alınır və əmsal sola yazılır. Yox, əgər ki, solda bir yerdə, sağda 2 yerdə və ya solda 2 yerdə, sağda bir yerdə olarsa, bu zaman fərqli olanın indeksi nəzərə alınır və əmsal da onun qabağına yazılır. Onda normalda baxıram ki, xlor mənfi 1-dən 0-a getdikdə bir elektron itirir. Ancaq indeksini nəzərə alsam, oxun üstündəki rəqəmi 2-yə vurmuş olaram. Deməli, bu 2 elektron itirmiş oldu və burada yazıram ki, sağ. Çünki sağa yazacağım. Fərqli olan budur. Əmsalını yekunda sağa yazacağım. Manqan isə müsbət 4-dən müsbət 2-yə gedir və bu da 2 elektron almış olur. Və baxıram ki, manqan solda da bir yerdədir. Sağda da bir yerdədir. Bu zaman solun indeksi nəzərə alınır və əmsal da sola yazılır. Burada yazıram sol. Onda yazıram 2. Burada 2. İxtisar olunur 1. Bir də burada çarpaz yerləşdirməyə ehtiyac yoxdur. Çünki elə yerlərini dəyişəm yenə 1-1 olur. İndi həmin qaydanı tətbiq edirəm. Yazmışdım ki, xlorun əmsalını sağa yazacağım. Yazıram sağa. Başqa rüçqa ilə yazaq ki, tam görürsən. Yazıram sağa. 1. Manqanı isə sola yazmalıyım əmsalını. Vəssalam. Manqan solda bir yerdədirsə, sağda da 1 olmalıdır. Sonra baxıram nəyə? Manqanla bitdi işim. Xlorlarla işim bitdisə, baxıram ki, sağda 2, 4 xlorum varsa, onun natrium xlorun qabağına 4 yazıram. Solda natrium 4 dənəcə, sağda da 4 olması üçün natrium sulfatının qabağına 2 yazıram. Baxıram sağda kükürtlə işim bitib, ona görə də kükürdün qabağına, yəni sulfat turşunun qabağında 2 yazıram ki, kükürtlərim bərabər olsun. İndi baxıram, hidrogenlərim qalıb bir dənə. Hidrogenlər də solda 4-dürsə, sağda da 4 olması üçün suyun da əmsalını 2 yazıram. Və burada məndən nə soruşur? Reaksiyanı əmsallaşdır və xlorun əmsalını tapın. Xlorun da əmsalı gördüyümüz kimi 1 oldu.